Rəmin, belə bir sual var. Qurban kəsimindəki yaş hədləri adi heyvan kəsiminə də aiddirmi? Elhamdülillah. Bəli, qurbanlıq və əqiq də ona aiddir. Müəyyən bir yaşlar var, hansı ki o yaşdan sonra heyvandan asılı olaraq kesmək olar. Məsələn, qoyundursa 6 ay, keçidirsə 1 il, danadırsa 2 il, dəvədirsə 5 il. Amma bu ancaq qurbanlığa və əqiqə aiddir. Yəni hansı ki orada qurbanlıq, ibadət var. Çünki qurbanlıq təkcə biz özümüz üçün kesmirik. Biz həmişə kasıblara paylayırıq. Bu qurbanlıq da böyük ibadətdir. Və lakin əgər insan özü üçün kesir ət və yaxud da qonaqlıq vermək istəyir, bu yaşlar şərt deyil. Bu yaşlar şərt deyil. Ona görə hədislərin birində qeyd olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün bir sahabənin evinə qonaq gəldi və o onun üçün bir dənə keçi kəsdi. Hansı ki keçinin 1 ildən az idi yaşı. Kəsdi və verdi. Onlar da oturdular, yəni hamısı yedilər. Aydındır. Əsas odur ki, şəriətlə kəsilsin və heyvan artıq yeməli olsun. Aydın, yeməli olsun. Vəssalam.